Əlilliyin qiymətləndirilməsi qaydasına dəyişiklik edilib. Bu barədə qaydalar necədir? Bax, indi birbaşa bağlantıda Sevda Xanaliyeva əməkdaşımız daha ətraflı bizə danışacaq. Sevda, buyurun. Bir daha salam, eşidirik sizə. Bəli, Vəfa, bir daha salam. Sən düzgün qeyd elədin. Müvafiq qərarla bağlı Baş nazir Əli Əsədov daha doğrusu qərar imzalayıb. Əlillik və pensiya qərarları e-sistemlə tətbiq olunacaq. Qərarlara edilən əlavəyə əsasən şəxsin əlilliyinin müəyyən edilməsi və ya bu barədə imtina qərarlarında yer olan məlumatlar artıq elektron hökumət informasiya sistemi üzərindən təqdim oluna bilər. Bu sistem üzərindən əldə edilən məlumatlar həmin qərarların rəsmi təqdimatı ilə eyni hüquqi qüvvəyə malik olacaq. Eyni zamanda əmək pensiyalarının təyin edilməsi, imtina edilməsi, yenidən hesablanması, həmçinin dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi də elektron şəkildə təqdim edilə bilər. Bu dəyişiklik vətəndaşlara dövlət xidmətindən daha çevik və daha rahat şəkildə faydalanmaq imkanı yaradacaq. Mən bir daha xatırladım ki, bununla bağlı artıq Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə bu haqda çatdıracaqlarım bu qədər. Söz yenidən səndədir. Təşəkkür edirik Sevda, çox sağ olun ətraflı məlumat üçün. Bir daha vurğulayım ki, əlilliyin qiymətləndirilməsi qaydasına dəyişiklik edilib. Hazırda əməkdaşımız Sevda Xanaliyeva bizə ətraflı məlumat verdi. Və növbəti nüfuzlu tədbirdən danışmaq istəyirəm. 3-cü MDB oyunları ilə bağlı.